Azərbaycanın şimal bölgələrində sünnilər daha çoxdur. Mənə keçən səfər dedilər ki, o vaxt Rusun vaxtında ki, biraz əzadarlıq, məsələn, şiələr əza saxlayırlar İmam Hüseynə. Maneələr olanda bizdə sünnilər qayıdıb deyirdilər ki, gəlin bizim məscidimizdə əzadarlıq edin. Yəni o qədər yaxın idilər həm şiələr, həm sünnilər. Və 90-lardan sonra ki, indi Azərbaycan müstəqillik qazanandan sonra bəzi dövlətlərin burada marağı yarandı və bazar qurmağa çalışdılar. Xüsusilə müharibədən çıxmış Azərbaycan xalqı bilirlər ki, hələ iqtisadiyyat odur, budur. Hamı gəldi yardımlar adı ilə təşkilatlar açdılar. Və onunla da paralel öz əqidələrini yer etməyə başladılar və dövlət formalaşana qədər ki, bütün bu sistem artıq iş işdən keçmişdi. Artıq biz oradan görürük ki, məzhəb qarşıdurmaları başlayır. Tanışım var idi, qayıdıb mənə deyirdi ki, Fərid, mən məhəllədə otururdum, yetənə yetirdim, yetməyənə daş atırdım, dava edirdim, söhbət edirdim. Elə ki, gəldim ibadətə, namaza və bu deyir ki, temperamentimi çevirdim şiə-sünni davalarına, mübahisələrinə. Yəni, din mənim neyimisə dəyişdirmədi, mən onu dəyişdirdim. Və bu günləri kim radikalizmlə özünü tanıtırırsa, siz onların keçmişinə baxın, namaz qılmayan vaxtlarına. Görəcəksiniz ki, o ya məhəllədə kiminləsə dalaşqan olub, ya filan. Kullun ya'məlu əla şakiləti. Quran deyir, hər bir kəs öz şakiləsinə, təbiətinə uyğun deyir, Allah deyir ki, əməl edir. Bəzən Allaha şükürlər edirəm ki, mən Azərbaycandayam. Fikirlərimi azad şəkildə ifadə edirəm. Mən hansısa müəyyən müsəlman ölkələrində olsaydım, mənim fikrim əsas kütlənin fikri ilə zidd olsaydı, mən bilmirəm ki, ya hansısa bir alim fətva verərdi ki, onu işin xətm edin, ya hansısa bir dindarlar gəlib evi mənim başıma uçurdardılar. İndi müəyyən qədər Azərbaycanda məcburdular ki, o radikallar belə tolerantlığa nəzarət eləsinlər. Belə bir şərait varsa, bu şəraiti də biz qorumağa çalışmalıyıq. Məsələn, Türkiyə olsun, İraq olsun, İran olsun, başqa müsəlman ölkələri bu prosesləri çoxdan keçiblər. Siyasi İslam olsun, liberal İslam olsun, nə bilim, ənənəvi İslam olsun və s. və s. adların. Azərbaycan isə təzədir. Təzə keçir. Yəni, belə baxırsınız ki, Azərbaycanda hətta kökü kəsilmiş məzhəb və ideologiyalar cüzərməyə başlayıb indi. Başqa ölkələrdə bu ölüb. Məsələn, məni də gəl çıx ki, debata, rəcəs oxuyurlar mənim üçün. Deyirəm, qardaş, mən səninlə debata niyə çıxmalıyım? Birincisi, mən sənin ədəbvi görmürəm. Sən gəl ginən küçəyə çıxaq, söhbət edək səninlə deyə bilmirsən mənə, onu debat həvəsi ilə deyirsən. Çox təəssüflər olsun müsəlmanlar arasında bir adamın anasını, bacısını, nəslini təhqir edə bilmir. Onu din adına edir. Filankesi tanımayan, deməli, anası filankesdir. Deməli, sən küçədə olsaydın, kiminsə anasını söyəcəkdin. Amma söyə bilmirsən, bunu hədis din adına etməyə çalışırsan.